Gürcistan'dan Tiflis'e döndüm, Gürcistan sınırından almadılar beni. Tiflis'ten Bakü'ye uçtum, Bakü'den geri buraya geldim. Kırmızı Köprü'ye. Türkiyədən Monqolistana piyada səyahət edən Oğuzxan Tıraş Gürcistan-Azərbaycan sərhədində dayanmalı olub. Buna səbəb Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalmasıdır. Yani sırf şu aradaki 10 metre için, o 10 metreyi de şimdi yerimde sayarak atlatacağım. O 10 metreyi geçirmediler diye, hatta şu aradaydım bak tam. Geçirmediler diye 200 dolar, 210 dolar uçak bileti, 250 dolar kalacak yer, yol masrafı. Taksiye şimdi taksiden indim 30 dolar. Derken bir 600-700 dolarlık olduk. Teşekkürler Azerbaycan. Güzel sürprizdi. Artıq 40 gündən çoxdur yolda olan səyyah gün ərzində orta hesabla 30 kilometr məsafə qət edir. O səyahətini İrana keçməklə davam etməyi planlaşdırır. Azərbaycanın quru sərhədləri bağlı olsa da, xarici vətəndaşların ölkəni quru yolla tərk etməsinə icazə verilir. Bundan əvvəl də Azərbaycanın quru sərhədləri dünya səyyahlarının yolunda maneəyə çevrilib. Avqustda Avstraliyalı Sophie Tang və Luke Dikin, iyulda isə Finlandiyalı Taine Liekari bağlı sərhədlərə görə təyyarə minərək Azərbaycandan çıxmalı olmuş. Daha sonra yenidən sərhədə qayıdıb yollarına piyada davam etmişdilər. Azərbaycanda 2020-ci ilin martında koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan olunub və həmin vaxtdan quru sərhədlər bağlı saxlanılır. Prezident İlham Əliyev isə 2024-cü ilin sentyabrında Milli Məclisə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliyi ilə əsaslandırmışdı. Lakin bunun əksini, sərhədlərin bağlı saxlanılmasının Azərbaycan konstitusiyasına zidd olduğunu düşünənlər də var.